davam edirik dostlar. Məryəm, rəsmlə aran necədir? Bizim Instagram'a həvəsim var. Şamil, bəs sənin? Gözlə görüm, sənə mikrofon verim, rəsmlə aran necədir? Bir dənə deyəsə aramızda mənim rəsmlə aram yaxşıdır. Onun var. O çəkir. Çəkirsən sən? Çəkir. Çox gözəl çəkir Allah'ım. Nurda tabi eləməyin, yaxşı. Çox gözəl çəkir. Təvazökardır, o təvazökar. Göstərmir. Hə, mən də yağlı boya ilə işləməyi çox sevirəm. Uzun müddət məşğul olmuşam. Aramızda deyəsən, rəssamlıqla biraz uzun müddət məşğul olan mən. Çox sevirəm bu arada rəssamlığı. Rəssamlığı da, musiqini hər birində. Çünki efirimizdə bugün xoşlanmırsan? Yaxşı, neysə, bir gün kamil sizə gələcəm, baxacam rəsmlərdir. Neysə dostlar, sözü çox uzatmaq istəmirəm. Söhbətin nədən getdiyini artıq anlamış oldunuz ki, bugün efirimizdə rəssam dostlarımız və onların pedaqoqu, müəllimi var. Sözü çox uzatmadan təqdim etmək istəyirəm ki, rəssam, pedaqoq və şair Rəvan Şahkərimli studiyamızın qonağıdır. Xoş gəlmisiniz Rəvan bəy. Xoş gördük hər birinizi. Televiziya iştirakçısına izləyənləri də salamlayıram hər birini. Mən Şahkərimli Rəvan Naməddin oğlu. Qəbələ rayon Bəndam qəsəbəsində doğulmuşam. Bəndam qəsəbə bir sayılı orta məktəbini bitirmişəm. Daha sonra Mingəçevir Turizm Kollecinin dekorativ tətbiqi sənət fakültəsini bitirmişəm. Hərbi xidməti başa vurduqdan sonra Qəbələ Dövlət Rəsm Qalereyasında 5 il rəssam kimi çalışmışam, bərpaçı rəssam kimi. Həmçinin eyni zamanda qabiliyyət imtahanlarını uşaqlara hazırlaşdırırdıq. Adi rəsmə gəlmək istəyən uşaqlarına hazırlaşdırmışıq və kifayət qədər uğurlarımız var ki, 50-dən çox uşaqlarımız tələbə adı qazanıblar qabiliyyət imtahanlarında. Daha sonra Bakı şəhərinə yerləşməklə əlaqəli olaraq artıq Bakı şəhərinə yerləşdik və özümün təsis etdiyim bir təlim-tədris mərkəzi yaratdıq və orada digər fənlərlə yanaşı həm də rəssamlıq həm də ora özüm də rəhbərlik edirdim. Düzü bir müddət onu davam eləsək də daha sonra onu dayandırmalı olduq. 2023-2024-cü ildə aviasiya avtomobil nəqliyyatı üzrə peşə təhsil mərkəzində qrafik dizayner kimi fəaliyyət göstərdim. Sadəcə olaraq nəticələrim özümü çox da qane eləmirdi. Bu rəssamlıqdan əlavə qrafik dizayner kimi də istəyirdim özümdə belə bir nəticə qazanım. Və 2025-2026-cı ildə 83 balla Ceyranbatan qəsəbə bir sayılı orta məktəbində qrafik dizayner peşə təmayüllü siniflərə qrafik dizayner kimi təyin olundum. Həmçində eyni zamanda Ceyranbatan qəsəbə və Xırdana şəhəri ərazisində qabiliyyət imtahanlarına rəssamlarımızı, gənc rəssamlarımızı hazırlayırıq və inşallah ki, təzə il nəticələrimiz də olar. Maşallah, maşallah, maşallah. Rəvan müəllimin bioqrafiyası nə qədər geniş imiş, uğurlu. Amma yəni çox da hamısını demək vaxt çatmır. Rəvan müəllim, bu sahəyə marağınızı necə yarandı və bu sahədə işləmək sənə qazandırır? Rəssamlığa marağım açığı uşaq vaxtlardan yaranıb. Mən gördüyüm hər bir şeyi istəyirdim rəsmə çevirim. Təbiəti, insanları və ilk dəfə yadımdadır ki, mən Zeynəb Xanlarovanın şəklini çəkmişdim. Portret janrından başlamışdı o vaxtdan. Yəni düzdür, o qədər də tam oxşamasa da, amma kifayət qədər alınmışdı. Və o zamanlar mən həvəskar idim və bu gün artıq görürsünüz ki, yəni bu sahə üzrə inşallah gəlmişik, iştirak edirik. Tələbələrimizin işlərindən görünür. Bu gün yəni xəyalımda olan bir gün idi və bu gün xəyallar gerçəyə dönüb. Gəlin bəlkə alqışlayaq sizi. Xəyallar gerçəyə dönür həqiqətən də, istədiyimiz təqdirdə. Onda həvəskar idi, indi maşallah ki, peşəkar kimi bizi təqdim edirlər. Biz də peşəkar olmağa çalışırıq. İndi gördüyünüz şəkillərdən də məlumdur ki, yəni bunlar az bir qismidir. Çox uşaq gələ bilməyib, müəyyən qədər uşaqların hamısını gətirə bilmədik, amma müəyyən şəkillərini gətirmişik onların. İnşallah ki, onları da təqdim edəcəyik. Təşəkkür edirik sizə, çox sağ olun. Həqiqətən də sizin qeyd etdiyiniz kimi real xəyallar bir gün və gerçək olur, doğrudur. Uşaqlarla çalışmaq necə istəyir və hansı çətinliklər ilə qarşılaşırsınız? Uşaqlarla çalışmaq bir tərəfdən yaxşı istəyir, nə mənada? Uşaqlar çox safdılar, uşaqların başqa cür dünyaya baxışı var və uşaqlarla işləyən uşaqlar belə desək, insanlar tez qocalmağa meyilli olmurlar. Onlar özünüz də gördüyünüz ki, mən uşaqlarla o qədər işləmişəm ki, yəni demək olar ki, özümü də zaman saxlamışam. Yəni uşaqların təxəyyülü bir başqadır, onların dünyaya baxışı bir başqadır.
onlar necə safdırsa, sən də elə saf qalırsan. Bəli. Ona görə uşaqlarla işləmək mənim üçün çox yaxşıdır, amma çətin tərəfləri varmı? Var. O mənada çətin tərəfləri var ki, uşaqlar fərqli xarakterlərdə oldular. Yəni onların hərəsi üçün ayrı-ayrıca biz metod tapmalıyıq işləməkdən. Və hansı üsullardan çətinlik tərəfi odur ki, məsəl üçün belə deyək, üsul olaraq belə deyək, məsələn fərqli uşaqlar var. Elə uşaq var ki, tez yorulan uşaqdır. Bəli, ola bilər. Onu rəsmə belə deyək, həvəsləndirmək lazımdır. Elə uşaq var ki, yaxşı gəlir, amma sadəcə bir müddətdən sonra hə mən yaxşıyam deyir, dayanır. Yəni ona görə hərəsinin öz metodlarımızdan işləyirik. Üsullarınızla işləyirsiniz. Bəs mən istəyirəm soruşum ki, rəssamlıq sahəsinin hansı qollarını şagirdlərinizə akademik səviyyədə tədris edirsiniz? Rəssamlıq sahəsində biz adətən baxıb belə deyək, portret, təbiət janrları, hətta dekorativ tətbiqi sənət işlərinə kimi yəni işləyirik. Bu belə deyək, sadə rəssamlıqla məşğul olmaq istəyən tələbələr üçün, uşaqlar üçün sadəcə olaraq peşkar formada, akademik səviyyədə olmaq istəyənlər üçün biz artıq işıq, perspektiv, kölgə və daha belə deyək, daha akademik dərslər keçiririk. Rəsm müəllimi olaraq sizin üçün şagirdlərinizin ən əsas uğur göstəricisi nədir? Adətən uğur göstəricisi kimi biz deyirik ki, məsələn, onların müəyyən aldığı sertifikatlar, diplomlar, amma bizim üçün əsas nəticə nədir? Uşaq bu gün özü artıq sərbəst şəkildə rəsm çəkə bilirsə, o artıq mənim üçün uğurdur. Ki, özü sərbəst şəkildə rəsm çəkə bilir. Onun irəliləyişlərini görmək elə mənim üçün də uğurdur. Rəssamlıq bacarıqları ümumi olaraq uşaqların yaradıcı və zehni inkişafına necə təsir edir? Rəssamlar dünyaya bir başqa cür baxırlar. Bəzən mən deyirəm ki, rəssamlar görməyi bacarır. Deyirlər ki, məsələn, bəyəm digər insanlar yəni görmürlər. Rəssamlar bir fərqli baxırlar dünyaya. Onların izləmə qabiliyyəti, onların görmə qabiliyyəti təmiz fərqlidir. Ona görə də rəssamları çox vaxt deyirlər, rəssamlar görməyi bacarır. Yəni bu sadə insanlardan fərqi o deyil ki, məsəl üçün digər insanlar görmür. Sadəcə olaraq rəssamlar daha fərqli, daha dəqiq görürlər. Məsələn, adi bir insandan ağacı soruşsan deyəcək ki, yaşıl ağac. Amma rəssam yaşıl ağac deməyəcək. Orada müxtəlif yaşlının tonları, çalarları var. Rəssam onların hamısını deyəcək bir. Və həqiqətən də qeyd etdiyiniz kimi rəssamların görümü fərqlidir və mən istəyirəm ki, rəssamlığa marağı olan uşaqlara və onların valideynlərinə son olaraq tövsiyə verəsiniz. Rəssamlığa marağı olan uşaqlar, mən bu efirdən də valideynlərə səslənmək istəyirəm ki, digər sahələrdə çox da belə deyək, effektiv ola bilmirlər. Onlar bu sahənin insanlarıdır. Yəni onları başqa yerə yönləndirib müəyyən nəticə almaq demək olar ki, mümkünsüzdür. Ona görə də valideynlər gərək ki, bu tip uşaqları, bu formada olan uşaqları düzgün şəkildə yönləndirmək, qarşısını almasına. Bəzən deyirlər, nə olarsan, elə şəkil çəkəsən, yəni bu formada yanaşılır. Amma onların qarşısını almaq olmaz, çünki elə uşaqların elə başdan özləri demək olar ki, zədələyirlər. Ona görə də valideynlər uşaqların belə deyək, fikirlərinə hörmətlə yanaşmalıdırlar. Uşaqlar özlərini etməlidir. Uşaqlar da daim çalışmalıdırlar. Rəssamlıq belə bir şeydir ki, sən nə isə bilə bilərsən, amma işləməyəndə o orada dedəsi əl yatır. Yəni elə eləmək lazımdır ki, əl dayanmasın. Mən özüm belə bir ay dayansam görürəm ki, əvvəlki kimi işləyə bilmirəm. Həqiqətən də haqlısınız. Baxın, məsələn, uşaq hal-hazırda studiyamızda gördüyünüz bir-birindən maraqlı sahələrlə məşğul olan uşaqlar var. Modellərimiz var, birazdan tanıyacağıq. Bizim dəyərli, nə qədər üstündə medal daşıyan uşaqlarımız var, diplomları ilə qat-qat çempion olan uşaqlarımız, pianoçularımız var, digər modellərimiz var. Qeyd edəniz kimi, hər kəs öz sahəsinin adamıdır doğrudan da. Vurğuladığınız kimi çox düzgün bir fikir vurğuladınız. Və mən Məryəm və Kamil sizə siz nə deyəcəm? Siz bilirdiniz ki, bayaq vurğuladığım təqdimatda diqqət verdinizsə, Rəvan mənim həm də şeirlər yazır, bilirdiniz. Bugün bizim üçün şeir səsləndirəcək, çox fərqli bir öz şeirlərindən birini hazırlayıb. Uşaqlar, birinci mən istəyirəm ki, Rəvan müəllimi həvəsləndirmək məqsədilə bir alqışlayaq onu. Uzatmadan istəyirəm ki, elə söz sizin. Hansı şeiri səsləndirəcəksiniz? Mən deməli qeyd edeyim ki, mənim şeiriyyat sahəsi, mən elə demək olar ki, rəssamlıqla paralel apardığım bir sahədir. Bəzən rənglər kifayət etmir fikirləri çatdırmağa, artıq bizim sözə ehtiyacımız olur. Və hətta sizə deyim ki, mən dəyərli izləyicilərə məlumat verim ki, Rəvan bəy söz yazarlığı da eləyir, musiqi belə bəstələyir, yəni. Təkcə söz kifayət edmir, hətta musiqiyə də keçir. Bir neçə şeirlərimi, mahnılar bəstələmişəm, bəlkə də başqa bir zamanlarda inşallah da görüşərik. Yəni görəsiniz ki, kifayət qədər yaxşı işlərimiz var. Rəvan bəy, ən sevdiyiniz şeir? Hə, mən indi 35 yaşımın şeirini səsləndirəcəm. Maraqlı. Ki, bu yaxınlarda 35 yaşım oldu. Təbrik edirəm. Sağ olun. Deməli ki, düzdür, şeir biraz niskildən yaranır. Amma çox da belə deyək, istəməzdim bu notlara köksənək, amma şeir belədir. Yenə də eşitmək istəyirəm. Deməli yazmışam ki, güzgüdəki adamdan utanan yaşa çatdım. Əldən düşən taqətə ağarmış başa çatdım.
Ötdü getdi cavan çağım, yoxa çıxdı solum, sağım, sinəmdə çoxaldı dağım, gözümdəki yaşa çatdım. Ömrüm sanki düşdü yelə, nə tez ötdü illər belə, çatmasam da bir xoş günə gəlib 35-ə çatdım. İstəmərəm peşman olum, kimdən nə halallıq alım, bir də gördünüz bitdi yolum, bir şəkilli daşa çatdım. Yəni insan ömrüdür. Yəni Həqiqətən bir rəssamın təxəyyülü, şairin ürəyi, bəstəkarın harmoniyasının birləşdiyi bir insanın yaza bildiyi bir şeir doğrudan da insanı necə də təsirləndirə bilər və insan həyatını 35 illik ömrünü düzgün şəkildə insanlara çatdıra bilər. Çox təşəkkür edirəm Rəvan bəy sizə. Həqiqətən də şeiriniz bizi bir tərəfdən çox düşünməyə vadar elədi. Düşündürücü bir şeir idi. Anlayan üçün təbii ki də, izləyicilərimiz ona görə də daim çalışmaq lazımdır. Mən sadəcə orada o belə köklənmək istəməzdim. Ora sadəcə fikir, həmişə şeirlərimdə də, rəsmlərimdə də mesaj verirəm ki, yəni daim işləmək lazımdır, yəni. Bir daha təşəkkür edirik sizə və mən söz çox uzatmadan istəyirəm Rəvan müəllim sizin tələbələrinizi tanıyaq. Dostumuz burdadır. Necəsən dostum, adın nədir? Azad. Azad, neçə yaşın var? 10. Neçənci sinifdə oxuyursan? 5. Neçə ildir rəsmlə məşğulsan? 4 il. Ay maşallah, 4 ilə görə. Bəs öz Aha, həyəcanlısan demişsən Kamil. Kamil yəqin ki, səninlə söhbət edib həyəcanın gedib. Mən nə demək istirdim? Sənin çəkdiyin rəsmlər barədə soruşmaq istəyirəm səndən. Nə təsvir etməyə çalışmısan rəsmlərində? Burada dəniz mənzərəsi, burada da canavar. Digəri nədir? Qarpız dilimi. Qarpız dilimi. Əsl yayın meyvəsidir qarpız. Maşallah, ağzımız sulandı hər birimizin. Dostum, sən özünü təqdim elə zəhmət olmazsa. Mənim adım Həsənli Emildir. Mənim yaşım 11 yaşım var. Titanik gəmisidir, bir dənəsi də. Əslində bu rəsmin 3 il yaşı var. Oy maşallah. Alətləri, hə. Azərbaycan xalq çalğı alətlərini göstərdiyin rəsmlərimiz. Baxın, həqiqətən də çox gözəl. Titaniki çox gözəl təsvir eləmişsən. Çox maraqlı bir rəsmlərim var doğrudan da. Çox gözəldir, həqiqətən də təşəkkür edirik. Çox sağ ol. Bu rəsmin çox maraqlıdır. Oy maşallah. Hər an bunu səndən studiyamıza hədiyyə istəyə bilərəm. Çox bəyəndim rəsmini. Qulzadə Nərmin, 10 yaşım var. Burada 2 dənə rəsm çəkmişəm. Biri bir paravizan, biri də güldən içindəki çiçək var. Ay maşallah, gözəl çəkmisən. Fərqli üsullarda çəkmisən, amma çox gözəldir həqiqətən də rəsmlər. Kameraya tərəf göstərək zəhmət olması rəsmi. Hə, çox gözəldir həqiqətən də bu rəsm. Doğrudan da çox gözəl bir rəsmdir. Növbəti dostumuza da ötürək zəhmət olmasa. Mən Səmədzadə Hikmət, mənim 8 yaşım var. Mən bu rəsmim Güldanın içində çiçək rəsmidir. Mikrofon yaxındır. Ağqara rəsmdir. Bu isə rənglidir. Bu fərqlidir. Çox gözəl çəkmisən həqiqətən. Neçə ildir rəsm sahəsində məşğulsan? İllə il deyil, 1-2-3 ay olar. Ay maşallah, 2-3 aya görə çox gözəl bir nəticələr göstərmisən. Mən istəyirəm ki, digər qızlarımız orada, bizim qızlarımız, nazlarımız baxırlar bizə. Gəlin onlara da ötürək. Salam, mənim adım Ağazadə İncidir. Burada 2 ədəd şəkil çəkmişəm. Birində ağ-qara, birində rəngli çəkmişəm. İnci neçə yaşın var? 12. Neçə ildir rəsm sahəsində məşğulsan? İl deməyək, bir il sayılar da, 1-2 il sayılar. Təşəkkürlər. Qeyd elədiyiniz kimi həqiqətən də uşaqlarınızın hər biri bir-birinə istedadlıdır. Mən istəyirəm özünüz də bir ətraflı şəkildə məlumat verirsiniz bu işlərlə bağlı. Uşaqlar da işləyir, sizdən də işləyir. Siz suallarda da qeyd etmişdiniz. Yəni mən də qeyd etmişdim. Hansı texnikalarla, hansı boyalarla işlərim. Yəni görürsüz kifayət qədər çeşidlər var. O mənada çeşid ki, burada belə deyək. Rəngkarlıq işlərimiz fərqlidir. Sulu boya, akvarel boya və quaş boya. Yəni fərqli boyalarda fərqli texnikalarla işlənir. Daha sonra qrafik işlərimiz var. Yəni daha sonra kətan üzərində, xost üzərində bizim şəkillərimiz var, hansı ki işlənib. Bəli, bax, bəli, onlar kətan üzərində işlənib və bizim şəkillərimiz kifayət qədər çoxdur. Sadəcə olaraq indi bir qismini gələn qismində gətirəcək. Yəni inşallah ki, çox gözəldir həqiqətən də. Rəvan, mən bir daha sizə təşəkkür edirəm. Necə idi bu gün kefir sizin üçün? Maraqlı keçdimi? Səncə ən bəyəndiyin rəsm? Ən bəyəndiyimiz
rəsm. Ən Bu. bəli. Bizə hansını hədiyyə? O məsəl üçün o iş də çox gözəl işdir. O şəkili mən uşağın adına sizə hədiyyə edə Hansını? bilirəm. O gül var ha. Təşəkkür edirik. Çox sağ olun Rəvan müəllim. Yəni belə deyək, ən peşəkar işlərimizdən biridir o. Bəli, ən peşəkar Yəni, baxanda işiniz bilirsiniz. studiyamızın ən peşəkar yerində, ən yaxşı yerində Bəli, olacaq. bəli. Bir daha təşəkkür edirik Rəvan müəllim sizə. Dostlar, hamımız indi birlikdə kameraya baxıb əl eləməliyik. Hədiyyəmizi aldıq. Təşəkkür edirik. Baxıb indi hər birimiz bizi bütün izləyənlərə salamlarımızı göndərək.